Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb. AMEA Riyasət Heyətində keçirilən görüşdə 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Akademik İsa Həbibbəyli bildirib ki, dekabrın 3-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Elm və Təhsil naziri Emin Əmrullayev, Mədəniyyət naziri Adil Kərimli və digər ziyalıların iştirakı ilə 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinə dair geniş müzakirələr aparılıb. AMEA prezidenti 1-ci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində akademiyanın müxtəlif institutlarında ondan çox mövzu üzrə tədbirlərin təşkil olunacağını və bu görüşlərdə müxtəlif türk dilli ölkələrdə nümayəndələrin iştirak edəcəyini söyləyib. Görüşdə akademik İsa Həbibbəyli həmçinin Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında Beynəlxalq Türk Akademiyası tərəfindən Vətən müharibəsi tarixi, şəxsiyyət faktoru kitabının Qazax dilinə tərcümə edilərək nəşr olunmasını yüksək qiymətləndirib. O, bu nəşrin təqdimatının keçirilməsinin vacibliyini qeyd edib. Daha sonra akademik Şahin Mustafayev çıxış edərək qeyd edib ki, 1-ci Türkoloji Qurultayın 100 illik yubileyi yalnız mədəniyyətimizin yadigarı deyil, eyni zamanda Türk dünyasında elmi, mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Leyli Naymiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.